Əhzab surəsinin 57-ci ayəsində Allah Taala buyurur ki, Bismillahirrahmanirrahim. وَالَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُهِينًا. O kəslər ki, Allaha və onun rəsuluna, peyğəmbərinə əziyyət edələr. Allah onları həm bu dünyada, həm də axirətdə lənətləmiş və onların dözə bilmədiyi bir əzabı onlara hazırlamış. Necə insan Allahı incidə bilər, əziyyət edə bilər? Allahın rəsulu hal-hazırda aramızda yox, amma biz onları necə incidə bilərik, necə əziyyət edə bilərik deyə. Əgər baxmış olsaq Peyğəmbər Salavatullahın kəlamlarına, Peyğəmbər Salavatullah buyurur ki, xanım Zəhra Salamullahi Aleyhanın barəsində Biharul Ənvar 43-cü cild səhifə 54-də Əhli Təşəyyü mənbəyində. Bəzən bu hədisləri deyəndə biz məzhəblər arası fərqi barəsində danışan təfəkkürdə deyilik. Amma bəzi hədislər var ki, heç bir məzhəb fərq qoymadan bu oxuyacağım hədis eyni zamanda da Səhih Buxari 5-ci cild 37-ci səhifədə də eyniliklə ilə Biharul Ənvarda qeyd olunduğu kimi qeyd olunub. Hədis-i şərif bu cürdür. Peyğəmbər Salavatullah buyurur, Fatimətu bəzatun minni. Qızım Zəhra Salamullahi Aleyha mənim canımın bir parçasıdır. Mən azaha fəqət azani. Hər kim onu incitsə, ona əziyyət eləsə, məni incidib, mənə əziyyət edib. Fəmən azani fəqət aza Allah. Məni də incidən, mənə də əziyyət eləyən, Allahı incidib, Allaha əziyyət eləyib.